İslam dini sevgi ve güzellik dinidir. Bu dini yaşayan insanlar bu güzel dinin derinliğini ve mahiyetini gördükleri ve Allah'a derin iman ettikleri için şövk ve heyecan dolu olurlar. İslam'a olan bağlılık Allah'a olan sevgiden irəli gəlir. Müsəlmanlar Allah'a olan sevgilerinden namaz qılır, ibadetlerini yerine yetirir ve Qurana göre yaşayırlar. Müsəlmanlar Allah'ın ucalığını ve İslam'ı ağıllarıyla qavrayıb, qəlbləri ilə təsdiq edirlər. İslamın təbliğ edilməsi, İslam hökmlərinin və əmr etdiyi gözəl əxlaqın tanıdılması hər bir müsəlmanın üzərinə düşən fərzdir. Lakin burada diqqət etməli olduğumuz bir nöqtə var. Quran həm Yahudilərə, həm Xristiyanlara, həm də digər inancdan olan insanlara təbliğ edilməlidir. Lakin həmin insanlar öz inanclarını yaşamaqda davam etmək istəyərlərsə, onları məcbur etmək Qurana görə yol verilməzdir. Qaf surəsinin 45-ci ayəsində Allah bizə bu şəkildə buyurur. Şeytandan Allaha sığınıram. Sən onları məcbur edən deyilsən. Məhz buna görə də Allah dində məcburiyyət olmadığını, imanın, sevgi və qəlblərin vəhdaniyyəti üzərində qurulmalı olduğunu bizlərə bildirmişdir. İslam dinində təzyiq göstərmək qadağan edilmişdir. Bəqərə surəsinin 256-cı ayəsində isə belə deyilir: Dində məcburiyyət yoxdur. Allah müsəlmanlara dinə qarşı könülsüz olan insanlara İslamı məcburən qəbul etdirməyə çalışmamalarını əmr etmişdir. Çünki Allah dini insanların çətinliklə deyil, sevərək yaşaya biləcəyi şəkildə var etmişdir. Qəlbən qəbul edilməyən, təzyiq altında yaşanan bir dinin Allah qatında heç bir dəyəri olmaya bilər və dolayısıyla belə bir ruh halında olan insanın din əxlaqını yaşayıb yaşamaması arasında heç bir fərq olmaz. Müsəlmanlar din əxlaqını təbliğ edərkən yalnız ən gözəl üslubdan istifadə etməlidirlər. Bu, içində istək olanları və Allahı sevənləri dini yaşamağa təşviq edən dəvətdir. Ayədə də əmr olunduğu kimi, müsəlmanlar İslamı yayarkən və imanı sevdirərkən sözün ən gözəlini seçib söyləməlidirlər. Şeytandan Allaha sığınıram. İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd nəsihətlə dəvət et. Nəhl surəsi 125-ci ayə. Uca Rəbbimiz Quran-ı Kərimdə İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir. Peyğəmbərimizin də bildirdiyi kimi, İslam əxlaqının hakimiyyəti sevgi ilə olacaq. İslam əxlaqının hakim olmasıyla yer üzü sülh və əminamanlığa qovuşacaq, bütün müharibələr, terror, anarxiya və qarşıdurmalara son qoyulacaq.